O biraz yaxşıdır o barədə, mən yox. Sən də yaxşısan maşallah. Deyirəm də, mən çatdıra Mən də bilmirəm. sənə deyirəm ki, valla çox gözəlsən. Efirdə yalanla özü mələk kimi aparma. Yalandan nə demək istəyirsən ki? Bura efirdə saxlayaq, sonra mənə sözüm var deyərsən. Deyirəm də, mələk sən ola bilərsən. Heç kimin qabağından yiyən deyil. Deyirəm də. Sən lazımdır bu Qızlar. söhbət. Mənə o lazımdır. Mənə də sən Deyirəm lazımsan. də. Lazımsan mənə. Deyirəm də. Niyə ağzımı açdırırsan? Qızlar, eşitmirsiniz məni? Bax, mələk kimi özünü aparan sənsən. Görsən, ağzına o qədər güllər tökülür. Deyirəm də. Özünü də Görmüşük də, görmüşük. Görürük də, səni də görürlər, biz də görürlər. Görən şəhərə nə bələdçi. Yox, tamaşası nə görür ki? Mikael, tamaşaçıya maraqlı deyildi. Yəni, açıq desəm, burada gərək hər birimiz duraq yedik, ona görə istəmirəm. Niyə ki, Sən bilsən ki, o elə bir məsələdir ki, elə... Nə, mində hər məsələni efirdə demək olmur. Beynin xarabdır, get düzəltir. Sözün də var, sözünü deyən, sözünün də cavabını Sən verim mən mən. sözümün cavabını demişəm, cavabı da almışsan da, burada nə var ki? Cavabımı demişsən, deyirsən ki, mən gəlib sözü üzə deyirəm, nə edirəm? Dalda da demişənsə, mən də demişəm, dalda demişəm. Mövzumuz bu olub. Mən də sənə demişəm ki, dalda demişəmsə, gətir sübut elə. Sən də sübutun yoxdur, səsi batmısan başıma. Mən də demişəm, səsi başlatmanla deyir ki, sübut elə dediyin sözdür. sübut həm böyük özün sübutsan, özünü sübut edə bilmədin də. Olduğum şey mən sənin üzrə, səndən niyə qorxum ki? Çörəyim səndəndir, suyum səndəndir. Çörəyin gəlib də, bəli. Çörəyim sənin əyindən, gəl çörək vermirsən mənə. Yoxsa məni bu boyda eləmsən, ev almısan, cibimə pul qoymsan, neynəmsən ki? Yaxşı saygın. Eyni məclislərə getmişik, sənə də pul xərcləyiblər, mənə də xərcləyiblər. Nə aidiyyatı var ki? Ya ortada pul söhbəti var. Pul yox, nə pul? söhbət Sənin nədir? dostun məni məclisə çağırır, düzdür? Sədəfi də çağırır, Elvin də çağırır. Nə aidiyyatı var? Ortaq dostluğumuzda çağırsan cibinə qazan cəmaatın pul qoymursan ki, onlar arvad danışa bilər. Düzdürmü? Özü xərcdir, 1000 xərcdir, 10.000 xərcdir, əcəb eləyir, mənə Pul xərcdir. söhbət idi ki, indi sən görürsən cini şeytana qatırsan. Ümumiyyətlə, mən indi axşam hər şeyi dağardım burada. Mən elə başa düşüm, pul söhbəti. Yox, pul söhbəti deyil əsla. Yaxşı, bəs söhbət Mikael, bağlayaq da bu söhbəti, xahiş edirəm.